Constructions bağlayıcılar mövzusunun test izahına başlayırıq. İngilis dili dilindən. Deməli, birinci sualda biz neither nor ifadəsi olduğunu bilirik. Burada isə r yazılmayıb. Ona görə A variantını çıxırıq. Ondan sonra isə either or ifadəsi olduğunu bilirik. Nor yox. Ona görə D variantını çıxırıq. Either uşaqlar nor, no, and ilə işlənməz. Ona görə E variantında çıxırıq. Deməli, işlənməz. Ondan sonra isə neither biz yerdə B və C arasında qalırıq. Bozla orada işlənməz. Ona görə yerdə 1C boşluq and variantı doğru qalır. Ondan sonra isə either nor işlənməz ikinci testdə. Either and də işlənməz. A və C variantını ona görə çıxırıq. Boz or deyə bir variant yoxdur. Neither or deyə bir variant yoxdur. Ona görə yenə 2-də də cavabım D variantıdır. Üçüncü testə baxırıq. Bir dəqiqə, bu kamera çox tərpənir deyəsən. Bir dəqiqə gözləyin. Üçüncü testdə isə uşaqlar, biz neither or işlənməz, both or işlənməz, either nor işlənməz. Deməli, uşaqlar, iki cür birləşmə var. Both and və yaxud as. İndi isə as-in arasında sifət işlənir. Bunu bilirsiniz. Burada isə D doğru qapıdır. Ona görə doğru cavabım A variantı olacaq. Daha doğrusu B variantı olacaq. Ondan sonra dördüncü suala baxırıq. Bir dəqiqə, kamera çox tərpəşir. Bu tərəfə çəkim. Dördüncüdə isə biz deyirik ki, either nor olmaz, neither or olmaz, either and olmaz, both or olmaz. Ona görə yerdə B variantı doğru variant olaraq qalır. 5-ci sualda, yoxsa tərcüməyə baxmıram, amma 5-də tərcüməyə baxacağam. Deməli, she wants to improve her English. O, İngilis dilini inkişaf etdirmək istəyir. She wishes to study abroad. O, xaricdə oxumaq istəyir. O, İngilis dilini inkişaf etdirib, xaricdə oxumaq istəyir. Deməli, although baxmayaraq deməkdir. Because, çünki deməkdir. İngilis dilini, deməli, o, İngilis dilini inkişaf etdirmək istəyir. Çünki o, xaricdə oxumaq istəyir. Because daha uyğundur burada. Ondan sonra isə gəlin sizdən 6-cı suala baxaq. 6-cı sualda biz yenə baxırıq variantlara. Either all olmaz. Ondan sonra either nor da olmaz. Neither or da olmaz. Yerdə B və C variantına baxırıq. Deyir ki, the host, the visitors know Jeremy. Deyir, both the host and the visitors knew Jeremy. Neither the host nor the visitors know Jeremy. Bunun təsdiq və yaxud inkar olduğunu müəyyən etmək lazımdır uşaqlar. Uşaqlar, burada məna baxımından hər ikisi düzgündür. Deməli, böyük ehtimal burada bəzən dildə çap səhvləri olur. Bəlkə burada both or yazmaq istəyiblər və yaxud neither or yazmaq istəyiblər. Ona görə burada həm B, həm də C variantı uyğundur. Sizdə isə bu testdə C variantında nə yazılıb, nə deyərsiniz? Və yaxud bəlkə də məndə çap səhvi olaraq düşüb uşaqlar. Onu siz mənə şərhlərdə bildirərsiniz. 7-ci sualda isə, çünki mən bunu şagirdlərimdən biri də mənə bu testi göndərmişdi. Onun dimində both or olaraq keçmişdi. Ona görə sizə bunu demək istəyirəm uşaqlar. 7-ci testdə isə biz baxırıq. I passed the exam successfully. Mən imtahanı uğurla keçdim. I worked hard. Mən yaxşı işlədim. Demək, mən imtahanı uğurla keçdim. Çünki I worked hard. Mən çox çalışdım. Ona görə burada because A variantı doğru variant olaraq keçəcəyik. The study was. Demək ki, birinci variantlara baxaq. Neither nor yoxdur, either nor yoxdur, neither or yoxdur, neither demək yenə both and və neither nor arasında qalır. Demək uşaqlar, burada bu tag question'da, tag question'ı gördüyünüz kimi bu isə təsdiqdədir. Bu isə təsdiqdədirsə, bu isə inkarda olmalıdır. Burada isə neither nor inkarlıq bildirir. Ona görə E variantı doğru olacaq. İndi isə gəlin 9-cu testin izahına baxaq sizlərlə. Gəl, kameranı düzəldim. 9-cu testə baxaq.